Alo, salam Məhəmməd bəy, necəsiz? Yaxşı, çox sağ olun. Mənim 3-6 14 nolu qrupum A2-ni bitirib B1-ə başlayım. Edə imtahan eləmisiniz artıq qrupu A2-ni tamamlayıblar. Bəli, imtahan eləmişəm. Tamam, onda başlayın da yəni. Aha, yaxşı. Dedim sizdən soruşum ona görə. Zəng elədim. Başlayın, problem yox. Aha, yaxşı, sağ olun. Neydi bu şimdi? Ne diyorsun sen? Salam Məhəmməd bəy, necəsiz? Salam, sağ ol, necəsin? Çox sağ olun. Məhəmməd bəy, məndə sabah səhər 9:30-da fərdi dərs var. Aha, bəli. Mən o dərsə gəlim, yoxsa Niyə gəlmiyorsun? Nasıl olur? yox, sadəcə soruşurdum sizdən, bilmək istəyirdim. Ne diyor bu ya? Salam Məhəmməd bəy, necəsiz? Efendim, çok sağ olun. Yaxşı olasınız. Necəsiniz? Yaxşı olun, çox sağ olun. Məhəmməd bəy, burada tələbə var bizim 11-də olan. O 15 dəqiqə gecikir dərsə. Mən dərsi keçim yoxsa evə göndərim onu? 15 dəqiqə gecikir. Bəli. Keçin təbii ki, sadəcə normal əgər əlavə eləməyə vaxtımız yoxdursa, normal dərs saatına uyğun keçin də. Aha, yaxşı. Sağ ol. Oldu, sağ ol. Allah'ım sen bana sabır ver. Bəli. Məhəmməd bəy, salam, hər vaxtınız xeyir, necəsiz? Salam, çox sağ olun. Yaxşıyam. Siz necəsiniz? Çox sağ olun, yaxşı olasınız. Məhəmməd bəy, tələbə məndən 28-in konumunu istəyir. Mən ona göndərim. 28-in konumunu istəyir. Bəli, bəli. Sınaq dərsinə gələcək, konum istəyir, göndərim ona. Bəli, təbii ki, həmişə necə deyirik, göndərin mütləq. Hə, tamam, təşəkkür edirəm. Onu dəqiqləşdirmək istəyirdim. Tamam, bəli, həmişə kimi göndərin. Bugün nəsə olub deyəsən sizə. Tamam. Tamam, çox sağ olun, təşəkkürlər. Sağ olun, sağ olun. Ay Allah'ım ben ne yaptım da yani bana bunları veriyorsun. Salam Məhəmməd bəy. Məhəmməd bəy, Kabardin incisi ilə bağlı post hazırla demişdiniz. Onu hazırlamışam, paylaşım mı? Bəli, təbii ki, hazırlamışsınızsa paylaşmaq lazımdır. Bu günə danışmışdıq da, onu paylaşın mütləq. Siz ofisdəsiniz indi. Bəli, ofisdəyim. Hər şey yaxşıdır. Mən gəlirəm, ofisə çatıram. Siz postu paylaşın, gözləməyin, amma gəlirəm mən. Tamam, oldu. Ne oluyor lan size? Hepiniz mi kafayı yediniz?